Çünki məhz o 1803-cü ildə Zürafə adasını kəşf edib. Bu milli park onlarla növ heyvan üçün evə çevrilib. Materikdən bura köçürülmüş koala ayısı da burada özünə yeni vətən qazanıb. Onun adada təbii düşməni yoxdur. Ona görə də son bir neçə 10 ilin ərzində koalanın sayı xeyli artıb. Onun artımına mane olan yeganə amil evkalipt ağaclarının azlığıdır. Təəssüf ki, adanın hökumət dairələri ekoloji siyasətlərində tam ardıcıl deyil. Koalanın bir heyvan növü kimi qorunmasına qayğı naminə heyvanların yeganə yem mənbəyi olan evkaliplərin kəsilməsini məhdudlaşdırmır. Yerli qanunlar fermerlərin efir yağı istehsalına, satışına və bu ağacdan suvenirlər düzəldilməsinə qadağa qoyur. İlkin emaldan sonra evkalipt yağı belə görünür. Bu gözəl ayların xatirinə biz onların zərərinə istehsal olunan heç nə almayacağıq.